Təsəvvür edin, Afrikanın səssiz savannasında tək gedirsən. Hava sakitdir, heç nə yoxdur. Birdən qarşında kölgə hərəkət edir. Sən dayanırsan, o da dayanır. Və sonra saniyənin içində ildırım sürəti ilə üzərinə gəlir. Bu Qaramambadır. Dünyanın ən sürətli, ən aqressiv və ən ölümcül ilanlarından biri. Amma sual budur. Doğrudan da o qədər qorxuludur, yoxsa insanlar onu şişirdir? Bu videoda Qaramamba haqqında hər şeyi öyrənəcəksiniz və bəzi faktlar sizi ciddi şəkildə təəccübləndirəcək. İlk şok fakt. Qaramamba əslində qara rəngdə deyil. Onun bədəni daha çox boz, zeytun və ya qəhvəyi olur. Bəs niyə qara deyirlər? Çünki təhlükə hiss edəndə ağzını açır və ağız içi tam qapqara olur. Bu bir növ xəbərdarlıqdır. Yaxınlaşma, yoxsa peşman olarsan. Və inanın, bu sadəcə qorxutmaq üçün deyil. Qaramamba saniyədə yox, saata 20 km sürətlə hərəkət edə bilir. Bu nə deməkdir? Bu deməkdir ki, insan qaçsa belə qısa məsafədə bu ilan ona çata bilər. O düz irəliləyən, uzun bədəni ilə sürətlə sürüşən bir ölüm xətti kimidir. Ən qorxulusu isə budur. O sadəcə qaçmır, hücum edir. Qaramamba dünyanın ən zəhərli ilanlarından biridir. Onun zəhəri sinir sisteminə təsir edir. Buna neyrotoksin deyilir. Zəhər bədənə daxil olanda əzəllər iflic olur, danışmaq çətinləşir, nəfəs alma dayanır. Əgər vaxtında yardım olmasa, insan 20-30 dəqiqə ərzində həyatını itirə bilər. Bir dişləmədə o qədər zəhər buraxa bilər ki, bu 10-25 insanı öldürmək üçün kifayət edir. Bəli, bu artıq zarafat deyil. Çox ilanlar insanı görəndə qaçır, amma Qaramamba o qaçmaq əvəzinə səni təhlükə kimi görsə hücum edə bilər. Ən qorxulu davranışlarından biri, o hücum edəndə bir dəfə yox, dəfələrlə dişləyir. Yəni, bir dişləmə, geri çəkilmək, yenidən hücum. Bu isə sağ qalma şansını daha da azaldır. Qaramamba əsasən Afrikada yayılıb. Savannalar, quru meşələr, dağlıq ərazilər, xüsusilə Şərqi Afrika, Cənubi Afrika bölgələrində daha çox rast gəlinir. Bu ağacda da qala bilir, amma əsasən yer üstü həyat tərzi keçirir. Qaramamba sadəcə sürətli və zəhərli deyil, o həm də çox ağıllıdır. O bunu izləyir, düzgün anı gözləyir, minimum enerji ilə maksimum nəticə alır. Əsas qidası kiçik məməlilər, quşlar, bəzən digər sürünənlər. O bunu dişləyir və sonra gözləyir ki, zəhər işini görsün. Əslində Qaramamba insanları ov kimi görmür. Amma onu sıxışdırsan, qorxutsan və ya yolunu kəssən, o zaman vəziyyət dəyişir. İnsanlara hücumlarının çoxu təsadüfi qarşılaşma, özünü müdafiə, insanların ehtiyatsızlığı nəticəsində olur. Yəni bu ilan qatil deyil, sadəcə həddindən artıq təhlükəlidir. Qaramamba Afrikanın ən uzun zəhərli ilanıdır. Uzunluğu orta 2,5 metr, maksimum 4,5 metrə qədər çata bilir. Bu isə deməkdir ki, o demək olar ki, bir insan boyundadır. Və bu uzunluq ona həm sürət, həm də hücum üstünlüyü verir. Dişləmədən sonra ilk dəqiqələrdə ağrı az ola bilər. Bu təhlükəlidir, çünki insan ciddi olduğunu anlamır. Sonra baş gicəllənməsi, görmə bulanıqlığı, nəfəs darlığı və ən kritik mərhələ tənəffüs iflici. Bu səbəbdən Qaramamba dişləmələr çox vaxt ölümcül olur, əgər vaxtında tibbi yardım alınmasa. Bəli, antidot, zəhərə qarşı dərman mövcuddur, amma problem budur. Vaxt çox azdır, hər yerdə tapılmır, uzaq bölgələrdə çatdırmaq çətindir. Afrikada bir çox ölüm halları məhz buna görə baş verir. Tarixdə Qaramamba ilə bağlı çox qorxulu hadisələr olub. Bəzi hallarda insanlar bir neçə dəqiqə içində huşunu itirib. Yardım gələnə qədər artıq gec olub. Bu ilan xüsusilə kənd yerlərində ciddi təhlükə hesab olunur. Qorxulu olsa da Qaramamba ekosistemdə çox vacibdir. Zərərli gəmiriciləri azaldır, təbii balansı qoruyur. Yəni o sadəcə qatil deyil, təbiətin bir hissəsidir. Qaramamba sürət, güc və ölümün simvolu kimi tanınır. Amma əslində o səbəbsiz hücum etmir, sadəcə sağ qalmağa çalışır. Təbiətin mükəmməl silahlarından biridir.
Bəlkə də qorxulu olan onun özü deyil, bəlkə də qorxulu olan onun haqqında bilmədiklərimizdir.